Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Azərbaycanın ən gözəl rayonlarından və şəhərlərindən biri olan Qax demək olar ki, rayonunun Qum kəndində. Qum kəndinin əhalisi ilə danışıqlardan sonra, hər kəslə gözəl ünsiyyət olandan sonra, səmimi söhbətdən sonra onların əsasən dərdləri, fikri təbii maye qazın olmamasıdır. Bir də qışda soyuq olur deyirlər. Quru odun yandırmağa da sənəd olmalıdır, çox çətindir. Yəni burada əsasən yandırdıqları yemək pişirmək üçün, qışda uşaqlarını qızındırmaq üçün, istilik sistemi yaratmaq üçün fındığın qabığıdır. Yəni haçana kimi fındığın qabığını da yandırmaq olar. Baxın, görürsünüz, budur gözəl təbiətin qoynundayıq. Amma bunların gözəl xasiyyəti, gözəl səmimiyyətin, bunların narazılığı əsasən deməli odun məsələsidir. Oduna burada belə bir şərait yaratmaq olar. Azərbaycan Respublikasının Ekologiya Nazirliyi tərəfinin əsasında tapşırıq verilməlidir meşə idarəsinə. Quru odunlar meşənin ərazisindən təmizlənərək ağır budaqlı ağacların budağı kəsilməlidir. Ağır ağacların budağı kəsilib hamısı bir yerdə, bir sentral yer, mərkəz seçilməlidir. Və tökü ora gətirib ki, odunları yığılmalıdır. Oradan kubla insanlara, vətəndaşlara verilməlidir. Güzəştli xidmətlər əsasında. Yəni bu insanların ürəyi doluydu. Səmimi söhbətimdə, şəxsən mən də öz rayonumda, Cənub bölgəsində yardımlıda odun barəsində həqiqətən çox əziyyət çəkirik. Çox təbii maye qazın olsa əziyyət çəkmirik. Yardımlının kətlərin bəli, belə deyə, ən çətin relyef, ucqar, oranı köçürdüb layihələşdirmək olar. Amma bu cür qumun, bax, Qaxın Qum kəndinin demək olar ki, gözəlliyindən çıxmaq mümkün deyil. Çünki təbiət özü çağırır. İnsan bu həyatda torpağa bağlıdır, ormanlığa, meşəyə, təbiətlə nəfəs alır. Çünki insan bu dünyaya gəldi, torpağa da qaynayıb qarışır. Bütün nə görürsünüz, nə istehsal olunur, hamısının tərkibində torpaq var. Torpaqsız heç cür mümkün deyil nəyisə yaradıb quratmaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yəni Qum kəndinin əhalisinin əsasən təbii maye qazın olmamasından çox əziyyət çəkir. Bu kəndə əsasən deməli təbii maye qaza ehtiyacı var. O cümlədən quru odunların deməli rahat sərbəst şəklində istifadəsinə rəsmi olaraq icaza verilməlidir. Bilet oldu, olmadı. Bu şərait xalqa, millətə yaradılmalıdır. Həqiqətən bu cür gözəl təbiətdə adam doymur. Əsl insanı bu təbiət çağırır. Əsl insan varlığını, kimliyini, bu torpağa bağlı olduğunu, necə deyim, insan dünyanı, bəşəriyyəti, kainatı düşünür ki, mən həqiqətən insanam, varlı, canlıyam, müvəqqəti bu dünyada qonağam və bu dünyaya gəldim, yaşayıb, sonra ölüb torpağa qarışacağam. Onun üçün insanlara gözəl xidmət yaratmaq lazımdır.